adlı altında olan qrupumuz riyaziyyat, fizik və məntiq suallar müzakirə olunacaq və qrupumuzun ilk olaraq ilk sualını izah etməyə çalışacağıq. Deməli, sualımız belədir. Deyir ki, nömrələnmiş 6 seyf qutu müəyyən qayda ilə bir-birinə bağlanır. Bu seyflərdən birinin açarını çevirdikdə, ancaq nömrəsi bu qutunun nömrəsinin tam qatı olan seyflər açıq olarsa bağlanır, bağlı olarsa açılır. Digər seyflərdə dəyişiklik olmur. Bütün seyflər açıq olduqda sırayla 1, 2, 3 nömrəli seyflərin açarı çevrilərsə, hansı nömrəli seyflər bağlanır? Gəlin ilk öncə tutaq ki, bizim bir-birimizə müəyyən şəkildə əlaqəli 6 seyfimiz var. Şərtimizdə deyir ki, açarı fırlatdıqda digərinin tam qatı olan qatların vəziyyəti dəyişir. Tutaq ki, ilk öncə 6 seyfimizin 6-sının da qapısı açıq şəkildədir. Əgər indi biz ardıcılıqda şərtə əsasən birinci qapını açarı salsaq və biz bilirik ki, burada verilən bütün ədədlər 1-ə bölünür. Onda bütün qapıların vəziyyəti dəyişəcək. Yəni, birinci qapı da bağlanacaq, ikinci qapı da bağlanacaq, üçüncü qapı da eyni qayda ilə altı kimi bütün qapılar bağlanacaq. Ardıcılıqda sonra 2 gəlir. Yəni, biz açarımızı ikinci qapının qıfılına salacaq. Onda yalnız 2-yə bölünən ədədlərin vəziyyəti dəyişəcək. Onlar da bilirik ki, 2, 4, 6. Digərləri olduğu kimi qalır. Yəni, birinci qapı bağlı, ikinci qapı artıq bağlı olduğu üçün açılacaq, üçüncü qapı bağlanacaq, dördüncü qapı bağlanacaq, üzrü sayın dördüncü qapı açılacaq, beşinci qapı bağlanacaq, altıncı qapı açılacaq. İndi artıq sonuncu etapda üçüncü qapıya açarı salırıq. Biz də bilirik ki, yalnız üçüncü qapı ilə altıncı qapının vəziyyəti dəyişəcək. Birinci qapı bağlı olaraq qalacaq, ikinci qapı açılacaq, üçüncü qapı açılacaq, dördüncü qapı zaten açıqdır, 3-ə bölünmür deyə vəziyyəti dəyişmir. Beşinci qapı ilə bağlı olaraq qalacaq. Altıncı qapı artıq açıldı və 3-ə bölündüyü üçün vəziyyəti dəyişəcək, bağlı olacaq. Və şərtdə soruşurdu ki, 1, 2, 3-cü qapıları açar saldıqda hansı qapılar bağlı olaraq qalacaq? Son olaraq görürük ki, birinci qapı bağlıdır, beşinci qapı bağlıdır və altıncı qapı bağlıdır. Deməli, doğru cavab 1, 5, 6.